Hər kəs salamlayız dostlar. Mən Seyfəddin və bugünkü videomuzda gəlmişik Mavişlə bərabər. İlk növbədə Mavişi uyacağıq. Ondan sonra isə bugün xüsusi gündür mənim üçün. Bugün biz gedəcəyik bizim Polşadakı şirkətin təxminən 57 ya da 58-ci il döndürdür quruluşundan. Dediyim kimi uyacağıq ilk öncə maşını, ondan sonra hazırlaşacağıq özümüz belə tam səviyyəli bir şəkildə. Ondan sonra gedəcəyik o yığıncağa və o yığıncaqlara bizim şirkət hər il yaradılış tarixini qeyd edib. Restoran tutur və orada limitsiz sayda yeyib içmək və rəqslər olacaq. İndi gedəndə sizə göstərdim nəfər bir yerdə, amma ilk öncə maşınımızı yumaqla başlayalım. Və qətiyə atırsan tostorandır. İlk öncə yəni salonu tostoran yazır. Çünki ən son bildiyiniz kimi it tükü, pişik tükü, insan heyvan tükü ilə doluydu. O da nəfər işləyir, onu göstərim. Burada qətiyə yerləri var. 1, 2 və yaxud da 5 slot ata bilərsiniz. Gətir, və başlayırıq. Gülvarı tost oranlayandan sonra gəldik çöl tərəfində yuyaq, ondan sonra çıxaq gedək, hazırlaşaq, ondan sonra ya Allah məclisə. Tostoran bir o qədər güclü deyildi ki, bütün tükü götürsün. Eləyə bildiyimi elədim, hətta bagaja kimi elədim. Mini tüklər qalıb, onun da xüsusi bir vasitə var, belə yapışqan var, onunla eləyəcəm. Cəz formada istəyirsə bir dənə maşını yuyaq, ondan sonra tərpənək. Daniel, mów salam Azerbaycan. Tylko niedługo będę. Dobra, skończyłem. Salam Azərbaycan. Tak, tak. Hamısı vurur, araqdan vurur, nallayırlar. Mənəm sayıncı. Nazdarovi. Nie, zostaw mnie, człowieku, nie, zostaw mnie. Nie ma takiego kontentu. Widziałem? Artıq rəsmi olaraq məclisimiz də bitdi. Saat hal-hazırda 11-12 aralığıdır. Çox gözəl idi məclis, yüksək səviyyədə, maraqlı, düzdür, qısa kadr oldu. Yəni bacardığım qədər çəkməyə çalışdım. Açığı daha çox çəkməyi düşünürdüm. Lakin yəni, vəziyyət orada o deyildi, ətraflı çəkim. Hər şey yerində, yəni mahnısı yerində, yeməyi yerində. Maraqlı idi, yenə deyirəm. Ondan sonra maraqlı şeylər oldu. Videoda da gördünüz. Bunlar çox güclü içən millət. Yəni mən düşünürdüm ki, dünyada ən güclü içən ruslardır. Elə rusların yanında elə polyaklar da çox güclü içir və bunlar içəndən sonra əməlli başlı şirə pələngədir çevrilir. Nədir onun adı?
stolun üstünə çıxıb rəqs eləyən kim, nə bilim dombalaq aşan kim. Düzdür, içkin tərəfdaşı deyiləm, heç içmək də düz deyil. Yəni zaten içkidən heç kim xeyir tapmayıb bu günə kimi, satandan başqa. Amma yedik, güldük, şənləndik. Yəni ən çox da mənim məsəl üçün sevindirən o oldu ki, şirkət tərəfindən, yəni ildə bir dəfə bu boyda yüksək səviyyəli bir restoranda təşkilatçılıq eləmələri, restoranı tutmaları, mahnısı, yəni kollektivi bir araya yığma bu çox maraqlı idi və ilk dəfədir gördüm. Çünki Azərbaycanda mən belə bir şey görməmişdim. Düzdür, məsəl üçün kollektiv zat ora-bura məsəl üçün Azərbaycanda yəni gedirik, o başqa. Amma yəni sırf şirkət tərəfindən bunun təşkil olunması, yəni ilk dəfə görürdüm. Orada yeyib içməkdən də yanaşı, mahnıdan da yanaşı oyun salonu var idi, pulsuz şəkildə ondan da yararlandı. Orada içməyən salamat adam qalmamışdı məclis sonunda. Düzdür, məclis səhər saat 6-ya kimi davam elədi. Amma durub da bizim orada 6-ya kimi nə işimiz var? Sürücü olaraq, yəni içməyən bir adam olaraq sürücü idik. 2-3 nəfər də var idi ki, onlar da xeyriyyə məqsədi ilə evlərindən götürdük, məclis sonunda evlərinə qoyduq. Amma maşının olmağı da yəni çox gözəl bir şeydir. Yəni, harasa getmək istəyirsənsə, kiməsə ağız açmaya ehtiyac yoxdur. Yandırdın, sürdün maşını, ürəyin hara istəyir get. Belə, yenə deyirəm, çox gözəl idi, çox maraqlı idi. Çox gözəl vaxt keçirtdik, yorğunluğumuz çıxdı. Belə, inşallah yenə belə bir videolar gələcək. Yəni deyirəm, ətraflı çəkə bilmədim, çünki orada vəziyyət bir o qədər elə əl vermirdi. Digər videolarda görüşmək ümidi ilə ən qısa zamanda görüşərik. Hələlik.